Salam olsun, gözəl dostlar və qardaşlar. Bu nasos, əziz dostlar, Honda 2 avtomobillərin üzərində gəlir, xüsusən 2.4 motorlardan. Məsələ nədir? Bu nasoslar, əziz dostlar, biraz qəliz nasoslardır. Amma bunların həlli var. Motorları yığanda, əziz dostlar və qardaşlar, biz özümüz söktüyümüz motorlara qarantili, təminatlı nasos yığıb müştərimizə təhvil veririk. Qabaqlar başqa ustalar üçün də bunu eləyirdik, artıq indi eləmirik. Səbəb də budur ki, özümüz üçün yığılan nasoslar, özümüz yığdığımız motorlarda heç bir problem olmadan normal işləyir, təzyiq hər şey qaydasında olur. Yığıb göndərdiyimiz ustalar şikayətlənirlər ki, ay motor stuk elədi, sən düz yığmamısan və s. bizim müştəri ilə problemdə qoyur. O adamlara yığıb veririk ki, bizdən qaranti istəməsin. Bizim bütün çəkilişlərimiz realdır. YouTube'da, TikTok'da göstəririk əziz dostlar və qardaşlar. Qaranti odur. Daha sonra, məsəl üçün, nasos gəlib, biz bu nasosları 400 azayına yığırıq, düzdürmü? Əgər nasosda heç bir problem yoxdursa, dostlar və qardaşlar, siz 400 manat da vermirsiniz. Müştəri dayanır bizim yanımızda, biz bunu sökürük. Əgər nasosda heç bir detal dəyişilmədən, sadəcə yerinə yığılıb müştəriyə təhvil veriləcəksə, bu 100 manat edir. Yox, nasosda hər hansı bir iş görüləcəksə, artıq bu kapitalni remont sayılır. Bu eləyir bizdə 400 manat. Bunu bizim üçün göndəriblər. Hansı ki, biz etibar elədiyimiz bir ustadır. Tullayıblar, qalıb qıraqda. İndi motoru yəqin ki, göndəriblər şirfoka falan. Görürsünüz, torpağın palçığın içindədir. Detallar, əziz dostlar, vkladişdən başqa, Qladişdən burada mənim ehtiyat hissələrim var, burada var və s. çoxdur. Qladişdən başqa heç bir detal təzə deyil. Ancaq və ancaq qladişlər təzə olur. Qalan detallar ikinci əldir. Sadəcə hər bir detalda hər bir nasosa getmir. Deməli biz, əziz dostlar, heç kimin pulunu artıqdan alıb cibimizə qoyası bir adamlar deyilik. Sökürük nasosu müştərinin gözünün qabağında və yaxud da o yoxdur, Allahı buradadır. Zəng edirik sənin nasosunda, qardaş, problem yoxdur. Sadəcə yuyulub, təmizlənib, yenidən yığılır. Bu 100 manat edir, dostlar. Niyə? Bu nasos doğrudan qəliz nasosdur. Bu nasos 1, 2, 3, 4, 5 hissədən ibarətdir. Və bol fərqli olaraq müəyyən avtomobillər üzərində gəliblər. Bu nasoslarda 2 dənə, əziz dostlar, deməli, nasos yerləşir, plus balansırovочный val yerləşir. Bir hissəsi yağlayır balansları, bir hissəsi yağlayır motoru. Bu nasoslar ona görə çox usta tərəfindən bəyənilmir. Bunu çıxardıb çox vaxt yerinə sadə qoyurlar. Bir çox müştəri özü gəlib ki, mənim maşınımda vıyıltı var, drajeni var, yaxşı çəkməmə var. Nasosu bərpa eləyək. Olur, sökürük motoru, texpasportla tam orijinal şəkildə bütün siplər, başmaqlar və s. Nasosu da ikinci əl və yaxud da müştərinin istəyinə uyğun olaraq orijinal. Korobkası orijinal, içi, geydirmə, detal satmayın. O pulu yiyə bilməyəcəksiniz axıra qədər. Var, əziz dostlar, korobkası orijinal, içi Kitayın nasosları qoyursan, 300-400 kilometrdən sonra, indi bu nasosu söküb göstərəcəm, nasosun içində valları bir-birinə birləşdirən şesternalar oxalınır, tökülür. İndi inşallah mən bunu yavaş-yavaş tökürəm. İlk öncə qabaq 4 dənə 8-lik boltları asacağıq. Mən belə deyərdim, 1-2 yerdən buna düzgün motor çəpi kimi necə metka qoyursunuz, o cür metka qoyulmalıdır, düz bir şəkildə. Bunun üçün mən artıq frez və tokarda başqa cür bir başlıq düzəltdirmişəm. Təbii, orijinal korpusdan rahat geçsin, çıxsın deyə metkaları ondan tuturam. İnşallah reduksiyonla klapan asılacaq, qabağa asılacaq, daha sonra hissə-hissə söküləcək. Nasosda heç bir problem yoxdursa, müştəriyə 100 manata təhvil veriləcək. Nasosda problem varsa, əziz dostlar, bu bir gün əmələ gəlir. Bu haradasa detallı, burada gedir frez işidir, tokar işidir, mənim işimdir və orijinal qladişlərdir 400 manata. Aparırsınız, qoyursunuz üstünə, heç bir problem olmadan işləyirsiniz. Məsəl üçün, gəldiniz maşının üzərindən nasos açıldı, bu eləyir 50 manat. Nasos söküldü, heç bir problemi yoxdursa 150 manata. Qoyuruq yerinə, çıxıb gedirsiniz. Yox, problem varsa ümumi 400 manata sökülməklə bir yerdə. Aydın əziz dostlar, bəzi nasoslar var 400, 450, 300, bu aralarda dəyişir. Yəni 500 manata gedib çıxmır nasos. Nasos hansı gündə olur olsun fərq eləmir, biz onu bərpa edirik inşallah. İzləmədə qalın, başlayırıq sökülməyə. Çox müştərilər var ki, deyir, açaq baxaq vəziyyətinə. Mən onlara qabaqcadan qiymət deyirəm. Niyə deyirəm? Çünki işini bilsin. Məsələn, 50, 100, 150, 50 manat bizim əziz dostlar və qardaşlar. Bura bizim yerimizdir, 2 podyomlikdir. Burada bizim slesar və yaxud da köməkçilərimiz 50 manata nasosu sökür çıxardır üstündən.
Ümumi həmin o 400 manatın içində. Biz də sökürük nasos təmir eləməyə. Əgər zbor təmirə getsə 400 olur. Yox, zbor təmirə getməsə 100 manat da bizə zəhmət haqqı verir. Olur ümumi 150, germetika bizdən. Yağın filtrini alır, dəyişirik, müştərini yola salırıq gedir. Əldə gələn nasosları da müəyyən qiymətlərini. Məsəl üçün bax bu nasoslar bizdə 300-350 manat arası olur. Bunlar əldə gəldiyinə görə 400, 450, 300, 350. Baxırıq da vəziyyətə. Var bunun 4 boltlusu, 6 boltlusu, 7 boltlusu. Bax məsələ budur. Bu çox qəliz nasosdur. Bundan bütün ustalar qasır. Yəni bunu 600 manata da yığıb versən sənin haqqında halaldan. Ancaq biz insanları da nəzərə alırıq. 400 manata bunu eləyirik, 300 manata onu. Yekun olaraq sizə bir qiymət deyim. 400. Və bu tip nasos gətirirsiniz 400. Yığılası olsa sıfırdan. Amma bu tip nasos gətirirsiniz 300 manat. Yığılası olsa sıfırdan. Bu nasoslar yığılası olmasa, prosta əlinizə gətirmisiniz. 50 manat verəcəksiniz bizə. Halallıq kimi. Sökülüb, yuyulub təmizlənməklə. Bu nasoslara verəcəksiniz, heç bir problem olmasa 100 manat. Maşın üzərindən sökülürsə 50 manata sökülür, 50 manata da baxırıq. Oldu qardaşlar 100 manat. Maşın üzərindən sökülürsə 50 manata sökülür, 100 manata da baxırıq. 150 manata bu əmələ gəlir, heç bir problem olmasa 100 manata bu. Amma problem varsa artıq nasos təmirə gedir. Olur bu hardasa 300, bu da 400. Bax belə əziz dostlar və qardaşlar, əlinizə də gətirə bilərsiniz, qiymət dəyişmir. 300-400 arası. Kim istəsə inşallah göndərsin. Əsasən xüsusən də biz bunları yığırıq motoru özümüz yığanda. Çünki özümüz yığmayanda narahatçılıqlar var, problemlər yaşayırıq. Mən o problemləri yaşamaq istəmirəm. Mən nə olur motoru yığıram, bunu da yığıram, qoyuram işləyir. Bunu yığıram, göndərirəm başqasına. Həmin adam motoru yığıb bunu qoyur. Ay işləmədi, təzyiq qalxmadı, motor stuk elədi. Çalışaq ki, ən çoxdur etibar edirsinizsə, gətirin özümüz eləyin inşallah. Və məsəl üçün usta göndərib də bunu. Bu nasosda heç bir problem yoxdur. Demək olar ki, təzədən də fərqlənmir. Tərtəmizdir, fiklad işləri, görürsünüz, valları. Bunun yalandan mən heç kimdən 300-400 manat alası adam deyiləm. Bu nasos yuyulub təmizlənəcək. Reduksiyonlu klapan asılıb baxılacaq. Burada sentrabej dişlərə baxılacaq, şestrinalara baxılacaq. Metkası qoyulub, yığılıb, qaytarılıb veriləcək bizim ustamıza. Və müştərinin nömrəsi bizdə var. Zəng edib deyəcəyik ki, sənin nasosunda heç bir problem yoxdur. Qoy üstünə işləyəcək bundan sonra da. Problem olsaydı, əgər olsaydı, məsəl üçün, bizdə var, əziz dostlar, ehtiyat hissələri var. Zəng edib deyəcəkdik ki, sizin 400 manat xərcimiz çıxacaq. Nömrəmiz 070 621 55 47. Yoxlanışlar, sökürsüz gətirirsiniz 100 manat, sökürsüz gətirirsiniz 50 manat. Açırıq, baxırıq, tez bir zamanda sizə deyirik. Nasosda problem var və xərci o qədərdir. Yoxdur. Yığdıq, qoyduq üstünə, apar qoy üstünə. Hər şey qaydasına. Diqqətinizə görə çox sağ olun. Kim istəsən inşallah buyursun. 070 621 55 47 bizim əlaqə nömrəmizdir. Bu nasos demək olar ki, təzədən də 1 qram çəkilmir. Bunu səliqəli bir şəkildə yuyub, təmizləyib, tərtəmiz havalayıb, yağlayıb, yığıb ustamıza vermək lazımdır ki, qoysun üstünə. Allah xeyrin versin.